Rivayet edilir ki, Süleyman İbn Bureydə Allah ondan razı olsun demişdir. Mən Peyğəmbərin ona və ailəsinə Allahın salavatı və salamı olsun belə buyurduğunu eşitmişəm. Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin misli qədər sədəqə savabı yazılar. Sonra başqa bir vaxt isə, kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin 2 misli qədər sədəqə savabı yazılar. Dediyini eşitdim və dedim, ey Allahın elçisi, sənin bir dəfə kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin misli qədər sədəqə savabı yazılar dediyini, sonra isə ona hər günün qarşılığında verdiyinin 2 misli qədər sədəqə savabı yazılar dediyini eşitdim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, borcun vədəsi yetişməzdən əvvəl onun üçün hər günə görə bir misli qədər sədəqə savabı yazılır. Borcun vədəsi gəlib çatdıqdan sonra möhlət verdikdə isə keçən hər bir günün qarşılığında verdiyinin 2 misli qədər sədəqə savabı yazılır. Əhməd 23096-cı hədis.